Deyirəm ki, məntiqi hesablayanda 190 manatdan başlayan qiymətlərlə aldığınız aparatlar sizi 10 il ərzində 18-20 min manat qabağa salır. Necə? Deməli, məsəl üçün, hər gün gedirsiniz, mağazadan su bidonlarıyla su alırsınız, daşıyırsınız. Bu bir əziyyət. Və təsəvvür elə ki, məsəl üçün, 3 günə, 2 günə 19 litrlik gedir, bu da 5 manatdan 19 litrlik su. 1 ay eləsin 150 manat, 1 il eləsin 1800 manat, 10 il eləsin 18 min, bir 20 ilə də eləsin nə qədər? 36 min. 20 ildən sonra ama bugün dünyaya gələn uşaqlara 20 ildən sonra 36 min manatı versən, sabirsi gün özünə iş qura bilər. Amma ortada heç nə yox. Bir dənə nə idi? Suya qənaət eləyərək, bax, buna nail oldunuz. Ona görə nə etmək lazımdır? Gəlirsiniz Yasamalda yerləşən MyFilter az mağazasına 190 manatdan başlayan qiymətlərlə gördüyünüz bu aparatları əldə edirsiniz. Bu aparatlar nədir? İndi onu deyirəm sizə. Hər gün gedib 5-6 manat verib sular alırsa 20 litrlik. Daha bunları almağa ehtiyac qalmayacaq. Həm əziyyətli daşımaq, həm də cibinizə qənaət. Gördüyünüz bu aparatın sayəsində həmin sular mağazada olan sulardan da, kran sularından nəzərdə tuturam, kran sulardan, mağazada olan sulardan 8-10 qat daha təmiz eləyir və cibinizə, həm də canınıza qənaət eləyir. Ona görə də nə edirsiniz? Gəlirsiniz hara? 24 ay kreditlə, bir kart, tam kart vasitəsilə ürəyiniz istəyən məhsulu Yasamalda yerləşən MyFilter, su filtrləri adlı mağazadan əldə edirsiniz. Gördüyünüz bütün çeşidlər də var və MyFilter az şirkəti 80-dən çox çeşidi olan idxalçı olaraq bu gördüyünüz məhsulları digər mağazalara da satışa verir. Ona görə də münasib qiymət istəyirsinizsə, gəlib buradan əldə edirsiniz. MyFilter az şirkəti eyni zamanda mətbəx filtrlərinin və evə çəkilmiş bütün sistemlərin satışı ilə də məşğuldur.